Herkese salam, mən psixoloq Ləman Əziz. Bugün sizlərə çox maraqlı bir insanı tanıtmaq istəyirəm. Adı Alice Eagle'dır. Bilirsinizmi? Bəzən elə insanlar olur ki, onların etdiyi işlər bütün dünyaya təsir edir. Amma biz onlardan xəbərdar olmuruq. Və məhz bu insanlardan biri də Alice Eagle'dır. Bəs o kimdir? O, müasir dünyanın ən nüfuzlu sosial psixoloqlarından biridir. Northwestern Universitetində emeritus professor vəzifəsində çalışır. Amma onun həqiqətən maraqlı tərəfi ondadır ki, o, qadın-kişi fərqləri, liderlik və sosial davranışlar haqqında elə araşdırmalar aparıb ki, bugünkü iş dünyasının, siyasətin, hətta gündəlik həyatımızın necə qurulmasına böyük təsir göstərib. Onun ən böyük töhfəsi qadın və kişi davranışları arasındakı fərqləri yalnız biologiya ilə deyil, cəmiyyətdəki sosial rolların bölgüsü ilə izah etməsidir. Gəlin indi onun ən mühüm kəşflərindən danışaq. Sosial rollar nəzəriyyəsi. Alice Eagle 1987-ci ildə elə bir nəzəriyyə ortaya atdı ki, bu, psixologiya dünyasında həqiqətən böyük dəyişikliklər yaratdı. Bu nəzəriyyənin adı sosial rollar nəzəriyyəsidir. Yaxşı, bəs bu nəzəriyyə nə deyir? Çox sadə bir fikri var. O deyir ki, qadınlarla kişilər arasındakı fərqlər genetikadan gəlmir. Yəni, biz fərqli doğulmuruq. Əksinə, bu fərqlər zamanla cəmiyyətdə bizə verilən rollardan yaranır. Düşünün ki, minlərlə il əvvəl kişilər ovçuluq edirdi, müharibə aparırdı, fiziki güc tələb edən işlərlə məşğul olurdu. Qadınlar isə ev işləri, uşaq baxımı və qayğı işləri ilə məşğul idi. Zaman keçdikcə insanlar bu rollara uyğun davranmağı öyrəndi. Kişilərdən rəqabətçilik, sərtlik, müstəqillik gözlənirdi. Qadınlardan isə nəzakət, şəfqət, başqalarının qayğısını çəkmək gözlənirdi. Eagle deyir ki, zamanla bu gözləntilər insanların şəxsiyyətinin ayrılmaz hissəsinə çevrildi. Yəni biz öz davranışlarımızı bu gözləntilərə görə formalaşdırırıq. Agentiv və kommunal davranışlar. İndi gəlin bu davranış tiplərindən danışaq. Eagle gender stereotiplərini iki kateqoriyaya bölür. Birincisi agentiv davranışdır. Bu davranış tipinə mənsub insanlar iddialı olur, dominant olur, müstəqil qərarlar alırlar. Tanış gəldi bu sizə? Yəni, bu davranışlar kişilərlə əlaqələndirilir. İkincisi isə kommunal davranışdır. Bu tip insanlar nəzakətli olur, şəfqətli olur, başqalarının rifahını düşünür, emosional olaraq həssas olurlar. Və bu davranış adətən qadınlarla əlaqələndirilir. İndi maraqlı isə buradır ki, liderlik adətən birinci qrupla, yəni agentiv davranışla əlaqələndirilir. Bu da deməkdir ki, qadınlar lider olmaq istədikləri zaman problemlə qarşılaşırlar. Çünki onlardan gözlənilən davranış liderlik üçün tələb olunan davranışla toqquşur. Beləliklə, rol uyğunsuzluğu nəzəriyyəsi ortaya çıxıb. Bu problemin əsas səbəbini izah etmək üçün Eagle başqa bir nəzəriyyə yaradır. Adı rol uyğunsuzluğu nəzəriyyəsidir. Bu nəzəriyyə qadınların niyə şirkətlərin, ölkələrin, zirvələrin qalxmaqda daha çox çətinlik çəkdiklərini izah edir. Şüşə tavan effektini eşitmisinizmi? Bax, məhz bunun elmi izahı budur. Problem belə də yaranır. Cəmiyyətdə lider obrazı sərt, qətiyyətli, dominant bir obrazdır. Qadın obrazı isə yumuşaq, qayğıkeş bir obrazdır. Bu iki obraz bir-birinə zidd olduğu üçün qadın liderlər iki qat tələyə düşür. Bəs bu tələ necə işləyir? Əgər qadın lider kommunal davranırsa, yəni yumuşaq, qayğıkeş olarsa, onu zəif hesab edirlər. Deyirlər ki, liderliyə yaramır. Amma əgər agentiv davranırsa, yəni sərt, qətiyyətli olarsa, bu dəfə deyirlər ki, qeyri-qadındır, aqressivdir. Görürsünüzmü? Qadın lider nə edirsə etsin, problemlə qarşılaşır. Bu ədalətsizlik əslində sistemli bir qərəzdir. İndi ən maraqlı hissəyə gəlirik. Eagle çoxsaylı araşdırmaları birləşdirərək meta-analiz adlı metod istifadə etdi. Bu metod yüzlərlə kiçik araşdırmanı bir yerə gətirərək böyük və etibarlı nəticələr verir.
Bu meta-analizlərin nəticəsi çox maraqlıdır. Məlum oldu ki, qadınlar transformasiyon liderlik üslubunda kişilərdən daha yaxşıdır. Bəs transformasiyon liderlik nədir? Bu, işçiləri ruhlandıran, onların fərdi inkişafına dəstək olan, komanda ruhunu gücləndirən liderlik üslubudur. Bu çox mühümdür. Çünki müasir iş dünyasında məhz bu liderlik üslubu daha effektivdir. Əməkdaşlıq, emosional intellekt və komanda işi müasir dövrün ən mühüm tələbləridir. Və bu sahələrdə qadınlar daha güclüdür. Alice Eagle'nin bu araşdırmaları nəinki elmi dünyanı, həm də real həyatı dəyişdi. Korporasiyalar qadın liderlərə qarşı qərəzlərin yenidən nəzərdən keçirməyə başladı. Bərabərlik siyasətləri bu araşdırmalara əsaslanır. Ən mühüm mesajı budur. Qadınlarla kişilər arasındakı fərqlər əsasən biologiya deyil, cəmiyyətin yaratdığı rollardan yaranır. Bu da deməkdir ki, bu fərqləri dəyişə bilərik. Eagle bizə göstərir ki, əslində qadınlarla kişilər arasında bənzərlik fərqlərdən qat-qat çoxdur. Mövcud fərqlər isə cəmiyyətin bizə verilən rollarının nəticəsidir və bu rollar dəyişə bilər. Bu araşdırmalar Northwestern Universitetində aparılıb. Alice Eagle həm Amerika Psixologiya Cəmiyyətinin, həm də İngiltərə Psixologiya Cəmiyyətinin tanıdığı bir alimdir. Onun işləri prestijli elmi jurnallarda nəşr olunur və bütün dünyada hörmətlə qarşılanır. Dostlar, Alice Eagle'nin işi bizə göstərir ki, gender bərabərliyi təkcə ideya deyil, elmi faktdır. O öz araşdırmaları ilə sübut etdi ki, qadınlar və kişilər eyni qabiliyyətlərə sahibdir. Fərqlər isə cəmiyyətin yaratdığı konstruksiyalardır və bunları dəyişmək mümkündür. Və bu mövzu haqqında daha çox öyrənmək istəyirsinizsə, Alice Eagle'nin Northwestern Universitetindəki səhifəsini, Amerika və İngiltərə Psixologiya Cəmiyyətlərinin məqalələrini oxuya bilərsiniz. Bu videonun sizin üçün faydalı olduğunu ümid edirəm. Rəylərinizi yazmağı unutmayın və görüşənədək.